Senari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri. Birinci hissə Ağ Saray. Müsəlmanlar 4-cü xəlifə Əli İbni Əbu Talibdən sonra onun böyük oğlu Həsən İbni Əli ilə beyət etdilər. Şam əyalətinin valisi, özünü çoxdandır ki, müsəlmanların xəlifəsi görmək istəyən Əbu Sufyanın oğlu Muaviyyə də öz üsyanına davam eləyərək, bu dəfə də Həsən İbn Əliyə qarşı çıxdı. İraq və Şam qoşunları üz-üzə dayandılar. Vaxtilə İranda Sasani padişahlarının paytaxtı olan Mədain, xilafət tərkibinə daxil edilmiş və müsəlmanların mərkəzi hakimiyyətinin yerləşdiyi Kufə şəhəri ilə qonşu idi. Bir çox ərəb, əyan və tacirləri Mədayində məskunlaşaraq cəmiyyətin etnik tərkibini dəyişdirmişdilər. Ərəb və əcəm adlanan qeyri-ərəblər bir-birinə qarışmışdılar. Mədain, Hicri qəməri tarixi ilə 41-ci il. Şükürlər olsun Allaha. Buğda tarlası elə bil gənc qızlara bənzəyir, Əbu Səlim. Gör necə tərpənərək rəqs eləyib süzürlər. Halaldır sənə. Doğrudan da alın təri qızıl yarada bilirmiş. Su halal, torpaq halal, toxum halal, ağa səxavətli, rəiyyət razı. Allah qazı olduğu halda qızıldan başqa nə yarana bilər Muxtar? Şam çəyirtkələri gəlib çıxmamış, dərhal biçinə başlamaq məsləhətdir. Bu mirvarı dənələrinin şeytanlara qismət olmasını istəmirəm. Bismillah. Gördüyün kimi biçinçilərin hamısı buradadır. Biçinə birinci özün başlasan yaxşı olar. İlahi kömək ol. İlahi, şükürlər olsun sənin nemətinə. Biraz quşlar, biraz malqara, biraz sürünənlər və bir qədər də torpaqdakı heyvanları nəzərə alıb, səpdiyimiz bu taxılın hörmətinə. Gözü götürməyən paxılın canına qənim kəsilən və bədnəzəri kör eləyən bolluğun xatirinə, səni and veririk bizə bəxş elədiyin duz çörəyə, tikansız, ələfsiz bu təmiz əkinə, möhtac və yoxsulları doyurtmaq naminə vacib buyurduğun xümsə və zəkata, bu məhsulu bərəkətli elə ey aləmlərin Rəbbi. İlahi, amin. Muhammed mənim canımdır Ali. Biz gərək həm Ali, həm Muhammed adına salavat zikr eləyək. İshak, ehtiyatlı ol! Səs-küy salmayın.
Sakit olun, yoxsa hürkəcək. Nə danışırsan Əbu İshak? Bu heyvan ziyan vericidir. Yer tapıb çıxmağını gözləsək, əkini tarimar eləyəcək. Əbu Səlim, onu çıxarmaq üçün bu tərəflə hayküy salıb gedin. Haramxor. Muxtarın Ehtiyatlı ol Əbu İshak. Sənə ziyan vurmasın. Tarlamızı... Canı ilk canıdır. Hə? Ay səni al. Al. Bilirsən mən qocanın sinəsinə necə dağ çəkib? Gör yeməkdə necə şişib. Bunu tikə-tikə eləmək lazımdır. Tikə-tikə. Al. Zərbi, qabana atılan ox kimindir? Bu ilə mişleş üçün hətta 2 zərbə də azdı Muxtar. Ona 100 ox vurub deşik-deşik eləmək lazımdır. Al. Amma mən yalnız bir nizə atmışdım. Onda deyirsən ox qeybdən atılıb? Qılınc yerinə əlinə bel götürən pəhlivana salamlar. Gətçi baba, sənə işçi lazım deyil. Lazımdır. Yəqin ki, qarğaları görürsən. Bu tarlanın müqavvası yoxdur. Müqavva olub qarğaları qova bilsən, yaxşı zəhmət haqqı ala bilərsən. Zireh, dəbilqə və qılıncını, bel, oraq və külüngə dəyişən şəxs, mütləq pəhlivanlıq şücaətini də kəndli səxavətinə dəyişmişdir. Döyüşçünü müqavva ilə bir hesab eləmək insafsızlıqdır, Muxtar. Xoş gəlmisən, ey döyüş qəhrəmanı. Xoş günün olsun, bostan qəhrəmanı. Döyüş meydanında Muxtarın yalnız Kiyan adlı bir rəqibi var. Xoş gəlmisən, vəfalı dostum. Təşəkkür eləyirəm, mehriban ərəb. Heç bilirsən sənin üçün necə darıxmışdım. Mənim üçün darıxan ürəyin sahibi üçün mən də darıxmışdım. Gəl gedək. Bu ilki məhsul sevincim 1'e 100 artdı. Haramdır ay Allahın bəndəsi. Haramdır müsəlman. Haram niyə olur axı? Əşi it əti niyə haramdırsa?